ABŞ prezidenti Donald Trump ölkəsinin silahlı qüvvələrinin İrana yaxınlaşdığını bəyan edib. Today Press TV xəbər verir ki, bu barədə TASS yazıb. Qeyd olunub ki, Trump bu barədə Iowa ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə ABŞ 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv edib. Daha bir ayda vaxt itirsək, İran nüvə silahlarına sahib olacaqdır. Biz məcbur İranın nüvə obyektlərinə zərbələr endirdik. Hazırda daha böyük qüvvələrimiz İrana doğru irəliləyirlər. Ümid edirəm ki, Tehran bizimlə razılığa gələcək, deyə ABŞ prezidenti bildirib. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran realının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın ikisində vəziyyət daha da gərginləşib. Şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq mühafizə orqanları arasında silahlı toqquşma halları artıb. Namiq Abbasov, Today Press TV.